Salam uşaqlar, mən sizinlə bugün 3-cü sinif riyaziyyat dərslik kitabından 2-ci hissədən səhifə 35-də olan bir mövzu haqqında məlumat verəcəm. Mövzumuz vurma və bölmənin digər üsullarıdır. Yəni, vurma və bölmənin digər üsullarından istifadə edərək həllini tapacağıq. Mən sizə səhifə 35-də 3, 4 və 5-ci misalların hər birindən bir örnək verəcəyim. Gəlin 3-cü misalın birinci misalını həll edək. Şərtimizdə deyir ki, cəmin və fərqin ədədə bölünmə qaydasına əsasən hesablayın. Yəni artıq burada bizə burada verib tam olaraq deyərdim ki, misalı necə yazacağımızı başa salıb. Cəm və fərqin hər birini ədədə bölməklə. Ədəd nədir? 2 ədədinə bölürük. Cəm toplamaya deyilir, fərq çıxmaya deyilir. Ona görə də cəm və fərq deyəndə çaşmamaq lazımdır. Deməli, uşaqlar, 40 üstəgəlsin 16 bölünsün 2 mövzusunun misalını bir 2 üsulla sizə izah eləyəcəm. Birinci yaza bilərsiniz ki, 40 üstəgəlsin 16 bölünsün 2 bərabərdir. 40-ın üstünə 16 gələndə eləyir 56. Bölünsün 2. Bu şəkildə yazıb cavabı tapa bilərik. Bir də ikinci üsulla. Mən cavabı sonda yazacağım. Bir də deyir axı, cəm və fərqin hər birini ədədə bölmək. O zaman biz hər bir rəqəmi 2-yə bölürük. Yəni 40-ı da bölürük 2-yə. Üstə gəl. Burada toplam olduğuna görə biz burada mütləq toplama yazırıq. 40 üstə gəl 16 daxı. Yenə də 16-nı da bölürük 2-yə. Ən asan üsulla, yəni 10-luğu bölürük, sonra da yerdə qalanları. 40-ı 2-yə böləndə uşaqlar bilirik ki 20-dir. 20-nin üzərinə də gəlirik. 16-nı da 2-yə böləndə eləyir 8. Cavabımız artıq bəllidir. 28. Görürsünüz necə rahat, asan, heç bunu toplamadan da, hesablama işi aparmadan da cavabı tez bilmək olardı. Bunu isə biz ağaclı bölməklə bölməliyik ki, görək doğrudur mu bərabərlik. 56-nın içərisində 2 neçə dəfədir? Əvvəlcə 5-ə baxırıq. 5-in içərisində 2 2 dəfədir. 2 vur 2 4, 16, 1 yazdıq. 6 gəldi, aşağı düşdü. 16-nın içərisində 2 neçə dəfədir? Təbii ki, 8 dəfədir. 2 vur 8-də eləyir 16. Cavabımız 28. Gördünüz, hər iki variantda da eyni cavab aldıq və fərqli üsullarla hesabladıq. Bizə lazım olan misalımızın şərtində bizdən istənilən ikinci üsuldur. Bu üsulla hesablayacaqsınız qalan digərlərini də. Və keçirik digər misala. 72 bölünsün 6 misalına. Bu uşaqlar necə rahat bir şəkildə necə yaza bilərik? 72. Burada da bizdən eyni üsulu istəyir. Cəm və fərqi göstərməklə deyir ki, yazın. Burada bizə açıq şəkildə vermişdi, misalı demişdi böl. Burada isə biz özümüz o misalı quracağıq. Yəni 72 bölünsün 6 misalını 60 üstə gəlinsin 12 kimi hesablayacağıq. Böl 6 bərabərdir. Nəyə görə belə? Çünki bölmə doğru aparılsın deyə. Necə ki, burada 40 üstə 56-nı deməli biz 2-yə böldük. Parçalara ayıranda 40 və 16 olaraq ayırdıq. Burada da o şəkildə ayırırıq ki, bölmə əməlimiz doğru düzgün aparılsın. Buradan da uşaqlar nə edirik? 60-ı 6-ya böləcəyik. 60 bölü 6 üstə gəlinsin 12 bölünsün 6 bərabərdir. 66-ya böləndə neçə qalır? 10 qalır. 12-ni də 6-ya böləndə qalır 2. Bərabərdir 12. Deməli uşaqlar 72-ni 6-ya böləndə cavabımız qalacaq 12. Baxın, belə bu şəkildə yazacaqsınız. Keçdik 3-cü misala. Vurğuların birini 2 ədədin hasili şəklində göstərməklə yazın. 2 ədədin hasili şəklində. Baxın, açıq şəkildə bizim misalı verib ki,
35 vurulsun 4 misalını. Bax, burada nümunələr bizə göstərir. Bu nümunələrə baxaraq da işləyə bilərsiniz uşaqlar. Deməli, biz burada nə edirik indi? 35 vurulsun 4 misalını ən yaxın onluğa çatdırırıq. Baxın, 5 vurulsun 25 vurulsun 6-nı 5 vur 5 vurulsun 6 bərabərdir 5 vurulsun 30 bərabərdir 150 kimi yazıblar. Nəyə görə belə eləyiblər? Biz elə 5-i 5-ə vurub 25-i də 6-ya vursaq, yenə də eyni cavabı almış olarıq da. Bu sual verə bilərsiniz. Baxın, mən burada bir naprimer göstərirəm sizə ki, 5-i 6-ya vuranda uşaqlar 30 qalır. Düzdür? 30'u 3'ə vurmaq çox asandır. 3 vur 5 eləyəcək 15, 0'ı da qoyacaq yanına eləyəcək 150. Görürsünüz, şifahi hesablama metodu kimidir. Ona görə də biz 35 vur 4'ü ən yaxın onluğa gətiririk. Yəni 5 vurulsun 7 vurulsun 4 kimi yazacağıq. Bu zamanda biz nə edirik? 5'i 7'yə vursaq yenə 35 alınacaq da. 5'i 4'ə vururuq. 5'ə 4'ə vuranda neçə edir? 20. 20'ni də vururuq yerdə hansı ədəd qalıb? 7. 7'yə. Uşaqlar 2 vur 7 neçə eləyir? 14. Düzdür? Buradakı 0'dan nə edirik? Atırıq 14'ün yanına. Olur 140. Deməli, bu hissəyə ayıranda, onluğu təkliyə vuranda daha rahat şəkildə cavab ala bilirik. Ona görə də biz bu cür hesablamalıyıq. Bu günlük mövzumuz bu qədərdir. Gələn görüşlərə qədər bir sualınız yaranarsa verə bilərsiniz.